Yeni doğulan uşaq çəki ala bilmirsə, bu ürək xəstəliyinə xəbər verirmi? Salam. Təəssüf ki, bəli. Niyə? Çünki anadan gəlmə ürək qüsurunun kliniki əlamətləri özəlliklərin birisi, yəni yaşda yeni doğan dövrdən başlayaq, uşaq yeni doğan dövrdə isə təngi nəfəsliyi varsa, töyüşməsi varsa, ağrısı varsa, narahat özünü hiss edirsə və çəki almırsa, bu həkim artıq ürək qüsurundan şübhələnməlidir və uşağı uşaq kardioloqa yönləndirməlidir. Bu birinci düşüncə və ya zaten vaxtı zaman, yəni bir uşaq doğuldu, dünyaya gəldikdən sonra bir ay çəki almalıdır, 1 kilo yaxın almalıdırsa, 100 qram, 200 qram almırsa, qidalanmırsa, qidalanmaqda çətinlik çəkirsə, bu da dediyim kimi ürək qüsurunun şübhəsidir və ona görə valideynlər, dəyərli analar, atalar, sizdən xahiş edirəm ki, nəzarətdə olun. Sizin dünyaya uşaq gəldi, çəkini almırsa, bu ürəyin fəsadı ola bilər. Xahiş edirəm buna gözünüz açıq olsun, problemsiz olmayaq ki, vaxtında müdaxilə eləyək. Bu tür videonun davamı gəlmək istəyir dəyərli izləyicilər. Xahiş edirəm səhifəmizə abunə olun. Şərh bölmənizə məntiqli suallarınızı verin. Çünki biz tək sizlər çoxsunuz. Hər suala cavab verə bilmirik. Məntiqli suallara olmasını xahiş edirəm olsun ki, bizlərimizdən gələn dəstək verək.